Azərbaycan Dövlət Televiziyasının Gürcüstan bürosunun müxbiri Ruslan Həsənov Türkiyəyə məxsus C-130 təyyarəsinin qəzaya düşdüyü ərazidə xəsarət alıb. Bu barədə Ruslan Həsənov özü məlumat verib. O bildirib ki, dünəndən hadisə yerindədir və yaralanması təsadüfən olub. Ruslan Həsənov çəkiliş vaxtı yıxıldığını, ayağından xəsarətlər aldığını və xəstəxanaya yerləşdirildiyini qeyd edib. Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarənin Gürcüstanda qəzaya uğraması nəticəsində həlak olan hərbiçilərin biri də 37 yaşlı Emrah Qurandır. Türkiyə Kivlərində baş gizirin ailəsinə onun şəhid olduğu xəbərinin verildiyi anın videosu yayılıb. Atasına onun şəhid xəbəri belə verilib. Osman əmi, sən artıq şəhid atasısan. Qeyd edək ki, Erhan Quran evli idi, 3 övladı qalıb. Osman amca, sen artık bir şehit babasısın. Xatırladaq ki, ötən gün Gürcüstanda Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 20 hərbçinin hamısı həlak olub. Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin qara qutusu tapılıb.